Rusiyalı kosmonavt Aleksey Arxipoviç Leonov 2019-cu ildə vəfat etdikdən sonra qohumları onun evində köhnə dəftər və üzərində ölümümdən 10 il sonra açın yazılı kaset tapırlar. Lakin yaxınları buna əməl etməyib yazını açırlar. İlk sözlər belə olur. 18 mart 1965-ci ildə gördüklərim hər şey dəyişdi. And içmişdim. Ancaq indi hər şeyi etiraf etməliyəm. Çünki onlar geri qayıdırlar. Bəs o nə görmüşdü? Hər şey 1947-ci ildə Baykal gölünün sahilində baş verir. Belə ki, dostlar gölün üzərinə düşən 3 parlaq kürə görürlər. Cisimlərdən biri Leonovun üzərində dayanaraq, sən də bizim olduğumuz yerə düşəcəksən sözlərini deyir. Dostlar heç nə xatırlamasa da, Leonov cisimlərdən düşən metal parçasını özündə saxlayır. Bu, onun sonradan müşahidəçilər adlandırdığı varlıqlarla ilk təması olur. 1960-cı ildə kosmonavt seçilərkən, onun tibbi sənədlərində naməlum obyektlə təmas qeydi diqqət çəkib. Bu səbəbdən onunla akvarium bunkerində təmas simulyasiyaları aparılıb. Bu zaman o, uşaqlıqda eşitdiyi səsi yenidən eşidib, günbəzli şəhərlər və işıq varlıqları çəkib. Və həmin tarix 18 mart 1965-ci il. Leonov kosmosa çıxışı zamanı rəsmi sənədlərdə skafandr problemi görünsə də, onun gündəliyinə görə gəminin yaxınlığında naməlum obyektlər uçub. Əlaqə 4 dəqiqəlik kəsilib. O, şüalə skan edildiyini, 3 günəşli planet, kristal şəhərlər və nüvə müharibəsi barədə xəbərdarlıq aldığını bildirib. Lakin arxivdən həmin hissə silinib. Qayıdandan sonra SSR rəhbərliyi ona susmaq əmri verib. Leonovun sözlərinə görə müşahidəçilər ona yer kürəsinin 2 inkişaf yolu olduğunu bildiriblər. Özünü məhv və ya birləşmək. 2027-ci ilə qədər vaxtınız var. Böyük konvergensiya. Hazır olanlar galaktik birliyə qoşulacaqlar. Olmayanlar isə ömür boyu təcrid olunacaqlar. Qeyd edək ki, daha bir neçə astronavt oxşar varlıqları gördüyünü bildirib. Bugün gündəliklər araşdırılır, rəsmlər muzeylərdə sərgilənir və haradasa kristal mayakın vaxtını gözlədiyi iddia olunur.